Salam. Bu videoda mən sizə Azərbaycan xilafətin tərkibində mövzusunun izahını verəcəm. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Əvvəlcədən izləyən hər kəsə təşəkkürlər. Başlayaq izaha. Bildiyimiz kimi Albaniyada 3 sülalə olubdu. Eradan əvvəl 1-ci əsrdə Aranilər, bizim eramızın 1-ci əsrindən 510-cu ilə qədər Arşakilər və 630-cu ildən 705-ci ilə qədər isə Mehranilər sülaləsi idarə edibdi. Aranilərin nümayəndələri Oroys, Kozis və Zober olmuşdu. Arşakilərin nümayəndələri isə 1-ci Vaçe, 2-ci Vaçe, Vaçaqan və sair bunlar olmuşdu. Mehranilərin isə 3 nümayəndəsi var. Varaz Qriqor, Cavanşir və Varaz Tridat bunlar rəsmi nümayəndələrdir. Varaz Qriqor 630-cu ildən 642-ci ilə qədər idarə edib, Cavanşir 642-dən 681-ci ilə qədər idarə edib, Varaz Tridat isə Cavanşir öldükdən sonra 681-ci ildən 705-ci ilə qədər dövlət süqut edənə qədər idarə etmişdi. Və Varaz Qriqor özünü Bizans imperatoru 2-ci İraklinin vassalı elan etmişdi. Varaz Qriqorun dövründə ərəblərlə Sasanilər arasında bir sıra döyüşlər baş vermişdi. Ərəblər Azərbaycanın işğalına başlamışdılar, həmçinin Sasanilərlə də mübarizəyə başlamışdılar. Həmin vaxtda da Albaniya Sasanilər dövlətinin tərkibində idi. Buna görə də Albaniya hərbi qüvvələri də Sasanilərlə birlikdə ərəblərə qarşı döyüşlərdə iştirak edirdilər. Sasanilər də deməli ərəblərin yürüşü 633-cü ildə olur. Əbu Bəkirin başçılığı ilə ərəb qoşunları gəlirlər, İraq və Şam şəhərini ələ keçirirlər. Bundan sonra aralarında döyüşlər baş verir. Ərəblərlə Sasanilər arasında 3 döyüş olubdu. Kadisiyə, Ktesfon və Nəhavənd və Həmədan döyüşləri. Hər 3 döyüşün üçündə də ərəblər qalib gəlmişdi, Sasanilər isə məğlub olmuşdu. Bu döyüşlərdən ikisində, yəni Kadisiyə və Ktesfon döyüşlərində Cavanşir də iştirak etmişdi. Hər ikisində də sərkərdə idi Cavanşir, hökmdar deyildi. Buna testlərdə diqqət edirik. Kadisiyə döyüşü 636-cı ildə, Ktesfon döyüşü isə 637-ci ildə oldu. Və Kadisiyə döyüşündə Cavanşir göstərdiyi məharətə görə Sasani şahı 3-cü Yezdegerd tərəfindən mükafatlandırılmışdı. 3-cü Yezdegerd ona qızıl kəmər və qızıl saplı qılınc bağışlamışdı. Ktesfon döyüşündə isə 637-ci ildə Cavanşir artıq görür ki, döyüş mənasızdır, mübarizə mənasızdır. Ona görə də Albaniyaya qayıdır. Və ərəblərlə Sasanilər arasında olan son döyüş isə Nəhavənd və Həmədan döyüşüdür. 642-ci ildə olmuşdu və bu döyüşlə ərəblərin Xəzər sahilinə hücum imkanı genişlənmişdi. Hücum imkanı daha da yəni yaranmışdı. Daha sonra isə 639-cu ildə Qəzvinin tutulması ilə ərəblər Cənubi Azərbaycanın işğalına başladılar. Ancaq başa çatması 643-cü ildə Cərmədan döyüşü ilədir. Yəni 639 Qəzvinlə başlayıb 643-də Cərmədan döyüşü ilə başa çatdırırlar. Həmçinin Cərmədan döyüşü ilə artıq ərəblərin şimala, Qafqaza yolu da açılmışdı. Bundan başqa Cərmədan döyüşü Ərdəbil yaxınlığında olmuşdu və orada İsfəndiyar iştirak eləmişdi. İsfəndiyar məğlub olmuşdu, ərəblər qalib gəlmişdilər. Ərəblərlə burada yerli əhali arasında bir sıra müqavilələr imzalanıbdı. İlk müqavilə elə Cərmədan döyüşündən sonra Ərdəbildə İsfəndiyarla imzalanmışdı. Bu imzalanan müqavilənin şərtinə əsasən əhali öz imkanları daxilində cizyə vergisi ödəməli idi. Qadınlar, uşaqlar, zahidlər, xəstələr isə can vergisindən azad idilər. Ərəblər də bunun əvəzində əhalinin əmlakına, qanunlarına, dini icmalarına və sair toxunmalı deyildilər. Ərəblər Ərdəbili tərk etdikdən sonra əhali üsyan qaldırır, müqaviləni pozur. Bundan sonra xəlifə Osman 644-645-ci illərdə yenidən Ərdəbilə hücum edir və həmin o müqaviləni yenidən bərpa etmişdi. Yəni müqavilənin biri Ərdəbildə oldu. Növbəti müqavilə isə Dərbənddə olubdu 643-cü ildə. Dərbənddə isə Şirvan və Dərbəndin hakimi olan Şəhriyarla imzalanmışdı sülh müqaviləsi və bu müqaviləyə əsasən də yenə də əhali vergi ödəməli idi ərəblərə, cizyədən azad olmuşdu, cizyə vergisindən. Həmin o cizyədən azad olma əvəzində isə hərbi xidmət etməli idilər xilafət ordusunda. Həm bütpərəstlərə qarşı, həm də ki digər düşmənlərə qarşı birlikdə mübarizə etməli idilər.
644-cü ildə 3 il davam edən mübarizə nəticəsində 644-cü ildə Muğanı ələ keçirdi ərəblər və burada da sülh müqaviləsi imzaladılar və 644-cü ildə eyni ildə həmçinin Tiflisi də ələ keçirmişdilər. Növbəti müharibə isə ərəblərlə Xəzərlər arasında baş vermişdi. Ərəb-Xəzər müharibəsi 7-ci əsrin ortalarında təxminən başladı və təxminən 200 ilə qədər davam etdi. 8-ci əsrin sonunda isə bitmişdi. Bu müharibədə olan döyüşlər 1-ci Bələncər, 2-ci Bələncər və Savalan döyüşləri. Bu 3 döyüşün üçündə də Xəzərlər qalib gəlmişdi, ərəblər məğlub olmuşdu. 1-ci Bələncər 643, 2-ci Bələncər 653 və Savalan döyüşü də 731-ci ildə olmuşdu. Hər üçündə ərəblər qazanır. Ancaq bir dənə Hilat döyüşündə, o da 8-ci əsrin 30-cu illərində olmuşdu. Hilat döyüşündə artıq ərəblər Xəzərləri Azərbaycandan çıxarmışdılar. Yəni ərəblərin qazandığı bir dənə Hilat döyüşüdür. Bu döyüşlərdən Dərbənddən şimala ilk hücum desə 1-ci Bələncəri götürərik. Ərəblərin Bələncər şəhərini ələ keçirməsi isə 722-ci ildə olmuşdu. Yəni 2 dəfə yürüş etsələr də Bələncərə tuta bilmədilər, ancaq 722-də artıq ələ keçirdilər. Savalan döyüşündə isə Xəzərlər yenə qalib gəlirlər və Diyarbəkirlə Mosulu ələ keçirmişdilər. Bundan sonra 642-ci ildə artıq Varaz Qriqor hakimiyyətdən gedir. 642-də hakimiyyətə Cavanşir gəlmişdi. Cavanşir Musa Kalankatlının yazdığına görə İberiya sərhədlərindən Hun qapısına və Araz çayına qədər olan ərazilərdə hökmranlıq etmişdi. Cavanşir 642-ci ildə hakimiyyətə gələn kimi ilk iş olaraq Sasani feodallarını ölkədən qovmuşdu. Daha sonra isə gedib ərəblərə qarşı Bizansla əlaqə yaratmışdı. Bizansla həmçinin Varaz Qriqorda əlaqə yaradıbdı. O Sasanilərə qarşı yaratmışdı Bizansla əlaqəni, Cavanşir isə ərəblərə qarşı yaratmışdı. Və Bizansla Cavanşirin görüşü 654-cü ildə olmuşdu. Bizans imperatoru 2-ci Konstantin idi və 2-ci Konstantin də padşahlıq xələti və İsa'nın həyatverici xaçının bir hissəsini Cavanşirə vermişdi. Həmçinin burada Bizansla əlaqələr ərəblərdə Əməvilər sülaləsi gələnə qədər davam etmişdi. Əməvilər gəldikdən sonra artıq gördü ki, Bizansla yəni o qədər də verdiyi vədləri yerinə yetirmir. Ona görə də gedib ərəblərlə yaxınlaşmışdı Cavanşir. Cavanşirin dövründə həmçinin Xəzərlərlə də mübarizə olubdu. 662-ci ildə Cavanşir Xəzərləri ölkədən qovmuşdu Kür döyüşündə qalib gələrək və qovduqda hətta onlara demişdi ki, Çolanın qapısını keç və bir də bura qayıtma. Ancaq 664-665-ci illərdə Xəzərlər yenidən yürüş edirlər və bu yürüşdə Cavanşir məcbur olur, onlarla nikah diplomatiyası bağlayır. Yəni Xəzər xaqanının qızı ilə evlənir, sonra müqavilə imzalayırlar. Həmin müqavilənin şərtinə əsasən Albaniya dövləti Xəzərlərin vassal asıllığına keçir və ona xərac ödəməyə başlayır. Xəzərlər isə əvəzində tutduqları əsirlərdir, qənimətlərdir, mal-qarada onların hamısını geri qaytarmışdılar. Və dedik ki, Bizansdan ərəblərə qarşı ittifaq qurmuşdular. Ancaq Əməvilər gəldikdən sonra Cavanşir gedir, ərəblərlə yaxınlaşır. 667-670-ci illərdə Ərəbistanda, yəni Ərəb xilafətində Dəməşq şəhərinə gedir, Şam şəhərinə paytaxt idi. Orada xəlifə Muaviyə ilə görüşür və Muaviyə Cavanşirin şəxsi nüfuzuna, Albaniyanın coğrafi strateji mövqeyinə görə bir sıra güzəştlər edir. Albaniya dövləti bu xilafətə tabe olur. Ancaq daxili müstəqilliyi saxlanılır, daxili müstəqilliyinə toxunulmur. Həmçinin vergilər 3də 2-dən 3də 1 qədər azaldılmışdı. 681-ci ildə isə Cavanşir Bizanspərəst feodallar tərəfindən öldürülür sui-qəsd nəticəsində və ondan sonra hakimiyyətə Varaz Tridat gəlir. Ancaq Varaz Tridatı da edam edirlər 705-ci ildə və bununla da Albaniya dövləti artıq süqut edir. Azərbaycan da Ərəb xilafətinə artıq belə tam şəkildə tabe olur.